Xoş gördük. Bu gün də həmişə olduğu kimi çox dəyərli qonağımız var. Öncə qeyd eləyim ki, bu insan mənlə birlikdə İncəsənət Universitetində təhsil alıb. Bu insan həm televiziya rejissoru, həm aparıcısı, eyni zamanda Azərnew Media şirkətinin təsisçisi, direktoru, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımovdur. Yadımdan çıxan hələ nələrsə var, Kamran özü əlavə eləyəcək. Elə mən də əlavə eləyə bilərəm. Buyur. Buyur. Xoş gördük Kamran. Xoş gördük. Salamlayırıq səni. Təşəkkür edirəm dəvətə görə, minnətdaram. 43 yaşının olmağına baxmayaraq, mən sənin üçün suallar hazırlayanda bir araşdırma apardım. Səni tanımağıma baxmayaraq bunları bilmirdim, boynuma alıram. İncəsənət Universitetində dərs keçmisən. Demişəm, bəli. Sertifikatlısan. Bəli. Bir çox vəzifələrdə çalışmısan, özü də rəhbər vəzifələrdə. Avropa Kino Akademiyası 3 il emin vuruladığı kimi, Bəli. Amerika Televiziya Akademiyası, Ona Kollec tarixçəsini Televiziya deyəcəyəm. mükafatları və təcrübə proqramlarının üzvü olmusan. Bəli. Saysız hesabsız, mənim gözüm qaraldı, yəni onu qeyd edə bilmərəm. Saysız hesabsız serial, sənədli film müəllifi, ssenari müəllifi. İndi öz şirkətin də var və yenə də şükür Allah fəaliyyətdəsən. Əzizim, sən bunları necə çatdırmısan bu yaşda? Valla yaş elədir ki, hərdən mən baxıram, deyirəm ki, bütün bunları hamımıza aiddir də təbii ki. Yəni eyni dövrün demək belə deyək də yetirməliyik və müxtəlif şirkətlərdə, müxtəlif layihələrdə, müxtəlif vaxtlarda bir yerdə çalışmışıq. Bilirsən necədir? Çox şey insanın sağlamlığı hesabına başa gəlir. İnsan özü də istəmədən, mən şəxsən özüm də istəmədən bunu da eləyim, bunu da eləyim, bunu da eləyim və bir şeyi mən xüsusi deməliyəm ki, heç də hər şey, yəni bütün bu sadaladıqlarımız, elə hamımızın götürək də bioqrafiyasında yaradıcı insanların bir xüsusiyyəti var. Mənlə razılaşarsınız. Heç də hər şey maliyyə üçün görülmür. İnsana motivasiya verən, insanın ruhunu sakitləşdirən, insan üçün o dəyərli olan məsələlər də var həyatda. Düzdür, maliyyə hamımıza lazımdır. İndi təbii ki, bunun biznes sahəsi də var. Kino filan, beşməgə yəni işlərini biz müzakirə edəcəyik sizlə. Amma mən onu demək istəyirəm ki, hər birimizin motivasiyaya ehtiyacımız var və hansı bir yaradıcı işi görəndə axı biz o maliyyə gedir, amma sonra axı o iş qalır. Düzdür. Elədir. Sonra biz o işə baxanda, sən məsələn niyyətə baxanda deyirsən ki, mən burada bu rolu yaratmışam. Başa düşürsən, bu tarixdir. Ona görə mən düşünürəm ki, hər şey bizim sağlamlığımızın hesabınadır. Amma bir də ki, Allah insanlara bir möhlət verir ki, insan o müddətdə nələrisə edə bilir. Yəni və son olaraq da onu deyim, inadkarlıq və məqsədə doğru getmə. Təşəkkürlər Buyur. Kamran, ətraflı izah verdiyinə görə. Amma ən əsas məqsədimiz bilirsən ki, dublyajla bağlıdır, dillə bağlıdır. Bəli. Bizim qayəmiz budur. Elə sən də bu sahə ilə birbaşa məşğulsan. Bəli. Kamran, dublyaj yoxsa alt yazı? Bu məsələ əslində çox ziddiyyətlidir. Ona görə ki, dublyaj yaxud alt yazı dedikdə burada mentallıq nəzərə alınır. Məsələn, mən bir neçə il bundan əvvəl, demək, təxminən 2015-ci ildə mən Kanadadaydım, Montrealdə və oteldə birinci gündə gəlmişəm, televizora qoşdum. Və mən gördüm ki, orada bir film gedir. İspan filmidir. İspan filmidir və sözün düzü indiyə qədər yadımdadır. Meksika filmi idi, İspan dilli təbii ki ölkədir və bəli. Baxdım ki, deməli filmin alt yazıları gedir ingilis dilində və film ana dilində, yəni İspan dilində təqdim olunur. Bu mənə sözün düzü üzrsən fransız dilində, çünki Montrealda fransız dili əsasdır. Mən səhər gəldim festivala. O da biz film aparmışdıq və festivalda bir demək fransız var idi, o koordinator idi. Nəsə söhbət elədik, nümayişin baş tutması filan başqa məsələlər. Və mən bir sual verdim ki, mən dedim sizin axşam televiziya ilə bir filmə baxdım və həmin film İspan dilində gedirdi, amma fransız alt yazıları ilə.
O dedi ki, yəni burada qəbahət nədir? Dedim, biz yəni adətən gözləyirik Dublaj olunmuş olunmuş versiyada, bəli, film səsləndirilsin, dubbing deyirlər də. O dedi ki, beynəlxalq aləmdə beynəlxalq demək kino prodüserlər assosiasiyası artıq neçə ildir ki, belə bir iddia irəli sürüb və qərar yeri gəlmişkən qəbul olunub ki, arzu olunardı ki, filmlər dublaj olunmasın. Nəyə görə? Çünki səs rejissorları, aktyorlar, onlar tamlığı istəyirlər. Və bunu ortaq məxrəcə gətirmək üçün alt yazı məsələsi ortaya çıxıb. Alt yazı əlbəttə ki, daha ucuzdur, daha sürətlidir, B daha planıdır da, B Kamran. planıdır, amma yenə də deyirəm, bu dünyada qəbul olunur. Məsələn, bir çox festivallar var dünyada, ümumiyyətlə əksər festivallar onlar dublyajı qəbul eləmir. Dublyaj nə üçündür? Mən deyim, Bəli. mentallıq baxımından bəli, mən sizə deyim ki, dublyaj vacibdir. Məsələn, Azərbaycan mentallığını götürəndə ya Türkiyəni götürəndə ya başqa ölkələri, məsələn, bu məsələdə geri gəlmişkən Mərkəzi Asiya ölkələri də çox, mən kifayət qədər tez-tez gedib gəlirəm, çox belə skeptik yanaşırlar ki, yəni öz dilimizdə olmalıdır. Mənim hətta yadımdadır ki, türk serialı Qırğızstanda deməli qırğız dilində tərcümə olunub verilirdi. Yəni alt yazı da verə bilərdilər, aydın məsələdir, amma televiziyadan hətta belə yayımlanmışdı. Yəni burada biz kiminsə haqlı, kiminsə haqlı olmağını deyə bilmərik. Burada mentallıq məsələsi var. Məsələn, Amerikalılar belə deyək də əcnəbi dildə, məsələn, fransız dilində, ispan dilində, Portuqal dilində olan filmləri alt yazı ilə baxmağı xoşlayırlar. Qərbi Avropada belədir. Niyə belədir? Skandinaviya ölkələrində də belədir. Bəli, istəyirlər ki, aktyorun tam emosiyaları, onun o dialoqlardan gələn səsi, dialoqlarda özünü ifadə vasitəsi, səslər orijinallıq qalsın. İndi bir məsələni mən xüsusi olaraq diqqətə Onu çatdırım. çatdırıb oxumaq var. Təbii, yox, yəni artıq bu mentallıq söhbəti artıq öyrəşiblər. O uşaqlar da doğulanda artıq onlar görürlər ki, onların valideynləri kinoteatra aparır onları və onlar o dildə baxırlar. Amma Kamran, qlobal bir platforma var, Rövşən, Netflix. evet, Məsələn, Emil, orada bax deyim. bütün dil seçimləri var. Bütün dillərdə Tam filmlər razıyam. dublaj olunub. O artıq kommersiya məqsədidir. Bəli. Bu yenə də deyirəm, burada fikirlər 50-50-yədir. Biz demirik ki, məsələn, tutaq ki, dublyaj olmamalıdır. Xeyr, dublyaj vacibdir. Dublyajın olması vacibdir, amma burada artıq yaradıcı məsələlər də təbii ki, üzə çıxır. Siz neçə il maşallah peşəkar dublyaj aktyorlarısınız, rejissorsunuz və bilirsiniz ki, burada yəni peşəkarlıq məsələləri üstünlük təşkil edir. Yəni tamaşaçı onu qəbul etməlidir. Bu başqa işin başqa tərəfidir. Bu yaradıcı məsələlər hər zaman belə deyək də mühüm bir məna kəsb edir bu baxımdan. Amma işin menecment tərəfini ki siz deyirsiniz, mən yenə də izah eləyirəm ki, baxın, faktiki olaraq dünyada tendensiya iki cürdür. Məsələn, niyə Netflixin özündə alt yazı seçimi də var. Seçim var. Seçim verir. Seçim Amma var. əsasən dublaja Adam var ki, üstünlük bəli, verilir. məsəl üçün adam, məsələn, mən indi sizə başqa bir məsələni deyim. İndi şirkətlər, qlobal şirkətlər, transmilli şirkətlər, Walt Disney məsəl üçün, yaxud da Paramount, yaxud da Warner Brothers, bugün artıq satış mərhələsində olan, yaxud digər şirkətlər Amerikada demək necə eləyir? Onların konkret tələbləri var dünya ölkələrinə və onlar dublyajı etibar olunmuş demək kampaniyalara, şirkətlərə verirlər. Məsələn, Rusiyadan gələn filmlər indi o distribusiya səhv eləmirəmsə artıq köçüb oradan, çünki o müharibədən sonra bir çox şeylər dəyişdi və 2025-ci ilin mart ayına qədər Disney faktiki olaraq Rusiyada öz filmlərinin yayımını vermədi. O gəldi kənar distribusiyadan, baxmayaraq ki, rus dilində dublyajdır məsələn, amma o Rusiyanın özündən gəlmirdi. Nəysə, bu başqa məsələ. Orada məsəl üçün son dərəcə böyük bir tələb var. Tələb nədən ibarətdir ki, birincisi, hər ölkə mənim filmimi səsləndirə bilməz. İkincisi, sən onları inandırmalısan. Üçüncüsü, orada sertifikat olmalıdır, Dolby sertifikatı var. Və dördüncüsü isə studiyaların özünün tələbləri var. Ola bilər ki, prodüser, filmin prodüseri ya studiyaya tabedir və o tələb qoyur ki, məsələn, bu filmi biz ancaq alt yazı ilə veririk. Bu da realdır. Hətta səslərin belə təsdiqini özlərində istəyirlər. Səs nümunələrini göndərin, biz təsdiq eləyək. Tam şəkildə belədir. Mən demək belə qeyd etdiniz, 3 il mən Amerika Televiziya Akademiyasında olanda o müddətdə deməli belə bir hal oldu.
filmlər gəlirdi məsəl üçün tutaq ki Netflix-dən, Warner Brothers-dan. Bu filmlər məsələn tələbə filmlər, debutant filmlər idi. Yəni onlar ilk debütlərini edirdilər və onlarla bizim bir söhbətimiz vardı. Mən sual verdim ki, bax siz məsələn bu filmlərinizin gələcəkdə dünyaya çıxması üçün onların səsləndirilməsi məsələsinə necə münasibət bəsləyərdiniz? 2024-cü ilin aprel ayında mən dəqiq deyirəm ki, belə bir söhbət oldu Lənkərşimdə. O oğlan adı yadımdan çıxmır, şəklimiz də var. Facebookda baxsaz görərsiniz mənim profilimdə. Mənə cavab verdi ki, mən istəyirəm ki, mənim filmim öz ana dilimdə səslənsin. Amma yeri gəlmişkən, onu da mən sizə mütləq şəkildə deyim ki, Amerikanın özündə belə, məsələn, filmlərin dublyajına qadağa yoxdur. Sadəcə burada bilirsiniz necə, studiyaların özlərinin bir tələbləri var. Azərbaycan olaraq biz kinematografiya ölkəsi deyilik. Yəni nə barədə kinematografiya ölkəsi deyilik? Yəni 10 milyonluq cəmiyyədir, əhaliyik və bu 10 milyonun da potensial bir hissəsi var. O potensial hissə, yəni filmə baxmaq potensialı olan, kinoteatra gedən insanlar, ondan sonra televiziyada oturub filmə baxan insanların bir statistikası var. Və bu da hardasa 3 milyona yaxın müəyyənləşib. 3 milyondan bəlkə biraz da çox. Bu rəqəmlərə biz baxanda görürük ki, kinematografiya ölkəsi həm də potensial tamaşaçı kütləsinin kifayət qədər olduğu ölkələrdir. İndi gəlin biz müqayisə edək. Düz Avropanın kiçik ölkələri də var, amma böyük Avropa ölkələrindən, Almaniya ilə, Fransa ilə, Böyük Britaniya ilə, yaxud İtaliya ilə, Amerika ilə müqayisə etmək istəmirəm, o başqa bir dünyadır. Ona görə burada yenə deyirəm, yanaşma mental xarakterli olmalıdır. Birinci növbədə tamaşaçı əgər məsələn həqiqətən də məsələn elə insanlar var ki, artıq rus dilində yəni bilməyən, artıq rus dilində danışmayan bir nəsil yaranıb da. Yəni bu milli yəni ana dilində oxuyan uşaqlardır və belə deyək 2000 hətta ondan bu tərəfə də oğlanlar, yəni artıq o uşaqlar, yeniyetmələr onlar rus dilini bilmir. Deməli bu nəsil təbii ki bu nəsil əlbəttə ki, ana dilində kontent istəyəcək. Ana dilində kontentin də olması üçün ilk növbədə şərt o deyil böyük studiyalar olsun. Böyük studiyalar yəni o tamam başqa bir rangdır. Amma kifayət qədər kiçik studiyalar var və o kiçik studiyalar öz filmlərində, öz filmlərini yayırlar. Yəni onlar Azərbaycana da yayımlanır o filmlər və o belə təcrübələr də Azərbaycanda ara-sıra olur kinoteatrlarda. Kamran, bəs cənab prezidentin Mədəniyyət 2040 layihəsində orada bildiyimiz kimi dublyajla bağlı bəndlər də var. Bu əhatə eləyirmi bizim gələcəyə baxışımızda ümumiyyətlə optimist yanaşmağa? Bilirsiniz necədir? Mən bir şey deyim. O Mədəniyyət 2040 çox böyük bir konsepsiyadır. O yeri gəlmişkən bu konsepsiyanın qəbul olunması çox mühüm bir hadisə idi. Yəni bu bir yol xəritəsidir. Amma yol xəritəsinin özünün içində artıq sənin müəyyənləşdirdiyin, yol xəritəsinə istinadən sənin müəyyənləşdirdiyin artıq taktikalar olmalıdır. Baxın, burada məsələ nədən gedir? Dublyaj işi bugün televiziyalarda gedir. Söhbət böyük, yəni respublika yayımından gedir, yəni kinoteatr yayımından gedir. Təsadüfi deyil ki, Mədəniyyət 2040 həvalə olunub İqtisadi İslahatların Təhlili Mərkəzi tərəfindən monitorinqa. Bu mərkəz ondan ibarətdir ki, bu islahat, bu özü bir islahatdır, mədəni inqilabdır belə desək və mərkəz bunu tam şəkildə monitorinq etməlidir. Və deməli burada iqtisadi məsələlər özünə çıxacaq 100%. Və bu halda əgər biz tutaq ki, istəyirik ki, tamamilə məsələn filmləri çevirək tutaq ki, dublyaja, təbii ki, orada da müəyyən boş hava olacaq. Məsələn, hansısa filmlər yenə də gələndə təbii ki, studiya deyəcək ki, yox, o studiyanın yəni tələbinə heç bir şey demək mümkün deyil. Amma əksər hallarda bu mümkündürsə, subsidiyalar ayrılmalıdır və subsidiyalar əsasında kinoteatrlar öz kontentlərini həvalə etməlidirlər. Açıq deyək də, yəni kinoteatr oturub baxır öz gəlir çıxarına, görür ki, bunun işığı var, az tamaşaçı gəlir filan və o dublyajın işi bahadır. Açıq deyək. Yəni dublyaj subtitr deyil. Çünki orada tutaq ki, subtitrdə əgər 2 ya uzağı 3 insan varsa, tərcüməçi, redaktor və alt yazı hazırlayan, məsəl üçün mən maksimumu deyirəm. Mən bunu üzr istəyirəm, tamaşaçılara aydın olsun deyə bəzən müsahibələrimdə deyirəm. Deyirəm bir var ki, mən Çindən maşını alıb gətirib burada satıram.
Bir də var, burada zavod tikirəm və maşın istehsalı eləməyə başlayıram. Yəni bunu bir növ belə İndi bənzətmə edirəm. başqa bir şey. Yəni burada bir var dublyaj edirəm, bir də var hazır materialı mən gətirirəm, verirəm burada. Yox, indi o Bunun kimi məsələ bir mən də şeydir. münasibət bildirim. Məsələn, Apple-ın Amerikada heç bir zavodu yoxdur. Hər şey Çindən yığılır və gəlir yaxud Hindistandan. Gəlir orada artıq tam paketlənir. Yəni bu da öz yerində. Amma mən Amma yenə də bu Amerikanın şirkətidir və yenə Təbii. də Amerika məhsul sayılır. təbii mən o barədə razıyam. Mütəxəssislər oradan. Amma sözümün canı nədədir? Yəni əsaslar gətirilir ki, tutaq ki, kinoteatr tərəfindən bəzi studiyalar qoymur. Yəni o demək studiyaların öz tələbləri var. İkinci məsələ də məhz maliyyə məsələləridir. Yenə deyirəm, mən kinoteatrların kassalarından xəbərim yoxdur. Amma mən bilirəm ki, yəni kino dublyaj subtitrla gedən bir film yaxud dublyaj olunan film arasında maliyyə məsələsi bu işin içində olan bir menecer kimi kifayət qədər çoxdur. Çünki burada siz bilirsiniz ki, səs düzümü də var. Ukladka deyirlər əvvəllər. O səs düzümünün çox vacib əhəmiyyəti var. Yəni səs düzümü odur ki, tamaşaçı bilirsiniz böyük ekranda tamaşaçı səhvləri daha tez tutur. Bu da var. Kamran, Və əgər böyük ekran- xatırlayırsansa, biz Buyurun. kinoteatr üçün Sinemazadənin vaxtında Yadımdadır. filmlər, animasiyalar işləyirdik və tamaşaçılar inan ki, çox yaxşı qarşılayırdılar. Mən demirəm birdən-birə biz uğur qazandıq. Yox. Amma ardıcıl, mütəmadi olaraq animasiyalar, filmlər verəndən sonra tamaşaçılar öyrəşdi və inan ki, eyni filmi və ya animasiya qonşu otaqda, başqa dildə boş qalırdı. Dublyaj olunan otaqlarda, dublyaj olunan material gedən otaqlar dolurdu. Aydın məsələdir. Bu təbii ki, mən bayaq dediyim, həm də Bizim insanlar nəsil bunu məsələsi acı var. deyib, bunu istəyən olmuyor. Hamı istəyir ki, olsun. Nəyə Rövşən, görə hansı Hollywood ulduzı Rövşən, mən başa Azərbaycan düşürəm. dilində danışmasın? Yox, əslində bunun Rövşən, adaptasiyası olmasın. Yəni əslində yaxşı haldır. Hər nə cür yanaşırsansa, əgər dilimiz orada ön plandadırsa, alqışlanası haldır. Kamranın Amma dediyi söz- orada seçicilik olmaz. Məsələn, filmlərin janrına görə seçib yayımlamaq düzgün deyil. Əlbəttə. Yəni illa ki komik filmlər olsun janr etibarilə. Yox, başlamaq üçün Və icazə bizdə- söhbəti, Emin, icazə bizdə- söhbəti var. İcazə də onları başqa. biz eləyə bilirdik. Bizdə Bax, icazəmiz yəni var. idi. tanınan simalar olsun, müğənnilər olsun. Bəli, bu yanaşma gözəldir. Bunun kommersiya tərəfi var. Təbii. Amma bir belə deyək də əsas qayə olmalıdır ki, bizim kinoteatrlarda ümumiyyətlə hər yerdə Azərbaycan dili ön planda olmalıdır. Birdən bu böyük bir miqyaslı vüsət alsa dublyaj. Yetərincə kadrlarımız var. Özün də şirkət rəhbərisən təbii ki, oradakı Yetərincə bilirsiniz əməkdaşlar. necə? Yetərincə kadrlar sayı etibarıyla. belə deyim, yetərincə kadr məsələsi. Tərcümə eləməyə kadrlardan gedir söhbət. Yox, Söhbət ümumiyyətlə, ümumiyyətlə, dublyajda olan aktyoru var, rejissoru var, texnik Yox, onu işçiləri bilirik var. ki, Emin, Bəli. o qədər yoxdur da, yəni. Yox, yəni mən istəyərdim bu ki- hamısı düzəlməlidir. Yox, Bunlar bir hamısı dəqiqə. yavaş-yavaş Bilirsiniz, bərpa mən bir şey olunmalıdır. deyim, bax burada Kamran şirkət rəhbəri olduğuna görə, yəni mən bilmək istəyirəm ki, onda necədir bu barədə vəziyyət? belə deyim, bizim nəzərdə tutduğumuz var potensial var işlək potensial, var ehtiyatda olan potensial. Məsələn mən deyim, bizim gördüyümüz məsələn işlər olub da kinoteatrın özünə də məsəl üçün bizim bu yaxında çox yaxşı bir əməkdaşlığımız oldu. Nəsrəddin Tusi Planetariumdan bilirsiniz o səmada, yəni tavanda filmlərə baxır. Bir neçə film elədik. Orada yəni elə bundan əvvəl bizim qonağımız olmuş hörmətli Nəcibə xanım da var idi o proyektdə. Günara Zulalova var idi və s. Yəni insanlar var idi və biz o bir neçə seriyanı etdik. Yəni potensial belədir. Birincisi axın kütləvi olmayacaq hələ ki. Bunu tam şəkildə əmin olun. Pilot yəni buraxılmalar olacaq, mərhələlər olacaq. Bilirsiniz, pilot mərhələ nədir? Yəni gəlin nəzərə alaq ki, kinoteatr özü o subsidiyanı alanda bilməlidir ki, sabah mən bunun arxasında dayana biləcəyəmmi? Bilirsiniz? Rövşən bayaq yaxşı bir fikir dedi ki, tamaşaçını inandırmaq. Ümumiyyətlə pandemiyadan sonra 2020-ci ildən sonra bildiyiniz kimi kinoteatrlar dayandı. Və kinoteatrlar bərpa olunmağa başladı özü məhdud sayda 2021-ci ilin oktyabr ayında, sentyabr ayında Nazirlər Kabinetinin qərarı ilə. Bu proses Azərbaycan kimi kiçik, yəni potensialı, tamaşaçı potensialı müqayisədə aşağı olan ölkələrə böyük zərbə vurdu. Bu aydın məsələdir. O vaxt bum nə idi? Baxın,
kommersiya filmləri çəkilirdi, dublyajı Bəli, dediniz. bəli, bəli. Artıq mənim yadımdadır ki, bəzi şirkətlər istəyirdi ki, yəni o dövrdə özləri dublyajla məşğul olsunlar və bunu yaysınlar, pilot versiyalar irəli sürsünlər. Sadəcə olaraq bilirsiniz, burada 2021-ci ildən sonrakı mənzərə biraz dəyişdi. Sonra müharibənin də buna təsiri oldu. Bugün artıq bu konsepsiya, yəni o demək deyil ki, biz bunun hamısını dərhal həyata keçirməliyik. Çünki hələ biz 2026-cı il qarşıda 14 ilimiz var. Amma 14 il elə də böyük bir müddət deyil. Zaman elədir ki, o tez keçir. Bəli. Eyni zamanda mən yenə də izah edirəm ki, güzəştli şərtlərlə subsidiyalar verilir və imkanlar yaradılır ki, distribusiya şirkəti o hansı productiondan ki işləyəcək, təbii ki, öz imkanlarını müqayisə etsin. Məsələn, tutaq ki, mən bugün bunu etdim, tamaşaçım var. Mən sabah dövlət subsidiya verməsə, hansı addım atacağam? Bax, bu çox vacib bir məsələdir. Nəyə görə? Hətta mən sizə bir şey deyim. Deməli, mən bir nəfərlə söhbət eləmişdim. Bu il keçən il Los Angeles'ta. Dedi ki, mən deməli, düzdür, o filmləri dublyaj etmirdilər. Mən dedi, gördüm ki, mənə heç bir güzəşt, yəni mən öz başqa şirkətlərlə işləyə bilmirəm. Mən getdim bir kinoteatrı, evimi satıb kinoteatrın bir dənə zalını aldım. Amerikada ona imkan var yeri gəlmişkən. Yəni sən bir zal ala bilirsən. Və o zalda mən filmlər göstərməyə başladım. Maraqlıdır. Evimi satdım. gözəldir bu. Bəli, özü də mənşəci Azərbaycanlıdır. Yəni 68-dən orada yaşayır. Bəlkə Dedim biz mən evimiz. olmaz. Bizdə otaq satılmır Risk axı. eləməyin. Bizdə otaq yox. Bizdən də satılmır. Risk eləməyin. Bizdə o zaman şahsızda mikrofon alır. Ona görə söhbət ondan gedir ki, risk məsələsi var. Amma bilirsiniz necə? Burada bütün hallarda dublyajın inkişafı nə üçün lazımdır? Məsələni əslində belə qoymaq lazımdır. Dublyajın inkişafı ilk növbədə lazımdır indi insanların ana dilini, Azərbaycan dilini bilməsi üçün. Ay sağ ol. Əsas Bəli. məsələ. Mən Əsas bayaqdan dilini. bir yer axtarırdım Bəli, ki, bu sözü əsas deyim. dilini bilməsi üçün. Və mənim yadımdadır. Bizim coğrafiyanı nəzərə alsaq, bu həddən artıq vacibdir. Vacibdir, Çünki bəli. baskılar çoxdur. Baskılar çoxdur, Təsirlər çoxdur. Biz də təsirə uyan insanlar Sadəcə çox rahatlıq burada- Yox, təsirə uya bilmərik çünki əsrlər boyu bizə təsir etdilər, amma dilimizi əlimizdən ala bilmədilər. Mən çox optimistəm Yox, gələcəyə bizim qarşı. dilimiz bu dəqiqə mən sizə deyim, bizim dilimiz bu dəqiqə kənar təzyiqlərə çox məruz çox qalır. məruz qalır. Məruz Mən qalır sizə amma açıq təslim deyim olmur. ki, Bir var artıq- bir dilin təsirinə məruz Başa qalasın. Bir var düşdüm. bir Yəni, neçə dilin problemlər təsirinə çoxdur. məruz qalasın. Baxın, Dil təslim yo, olmur. niyə ki, problemlər çoxdur. Doğru da. Bəli, məsələn mən sizə açıq deyim. İndiki nəsil ki var, məsələn hansı ki Kamran bir dənə haşiyə çıxmağa icazə versən. Çıxın. Bizim verilişin qaydası var axı əvvəldən demədik. Rus dilində kəlmələr, nəinki rus, türk, ingilis dilində onda 1 bayaqdan manat cərimədir. işlətməmişik. Bir Kamran manat 2 cərimə. dəfə işlədib, mən burada qeyd Doğru etmişəm. da. İngilis sözləri ola bilər işlətsin. İngilis sözü, rus sözləri, hə? işlətməmişəm. O biraz Hə. beynəlxalq insandır. Məsələ Biri yadımda qalıb toist. Yaxşı, Yaxşı. davam eləyək. Söhbət nədən gedir? Məsələ burasındadır ki, bilirsiniz, burada bizim əsas fokusumuz olmalıdır nəyə? Birinci növbədə regiondan savayı yadınızdadırsa bir vaxtlar bir adını çəkməyəcəm bir qurum var idi. Biz ora tez-tez gedirdik və orada hətta mənim bir çıxışım oldu. Təbii ki, razılaşmırdılar orada qaldırılan fikirlərdən. Mən də razı deyildim. Çünki adamlar deyirdi ki, əgər sən göy köynək geymisənsə, mütləq kadr arxası deməlisən ki, bu göy köynəkdir. Yadına gəlsə, elə absurd sözlər səslənirdi Bəli, və bəli. bu absurd sözlərdən sonra da o qurum yəni ləğv İnan ki, olundu. onunla bağlı çox suallar ləğv hazırlamışam. olundu. Bəli. Əgər icazə versən keçid eləyərdim. mən Keçid buna. eləyə mən bir şeyim onu deyəcəm. Qurum. İkinci bir məsələ mütləq şəkildə bu məsələlərdə şirkətlərin özünə azadlıq verilməsidir. Hər hansı bir nəzarətçi qurum ola bilməz. Sübut olundu keçən təcrübə ki, sübut olundu ki, bu mümkün deyil. Gördünüz ki, yoxdur artıq. Niyə görə? Çünki absurd fikirlər gətirir qeyri-sağlam tənzimləmə metodlarını üzə çıxarır. Bəli. Ona görə də şirkətlər özləri müəyyənləşdirməlidir ki, mən bax bu dil qaydaları və bunun da başqa bir məsələsi də var. Onu son olaraq deyim və keçək. Azərbaycanın dil lüğəti, Azərbaycanın demək lüğət tərkibində də dəyişikliklər olmalıdır. Elə fikirlər, sözlər var ki, bu gün də biz onların Sən bizi ekvivalentini qabaqlayırsan, rus bütün dilində tapmırıq. suallarımızı Buyur, qabaqlayırsan. xahiş edirəm. Elə Bütün sualın da onunla suallarımızı bağlıdır. Buyur. qabaqlayırsan. Mikrofonları dəyişək.
Biz bu subtitr məsələsinə toxunduq, amma bir şey deyim. Buyur. Əgər subtitrla bağlı indi tamaşaçılarda da narazılıq var kinoteatrda. Razıyam. Əgər lisenziya tələb olunan studiya lazım deyil, burada aktyor lazım deyil. Bəs sən tərcümə ilə məşğul olursan deyə bunu sual verirəm. Dedin ki, həm də müəyyən bir materiallar olub ki, vermisən. Nəyə görə həmin o subtitr tamaşaçıları qane eləmir? Mən Orada deyim. yazılar bəzən gülüş doğurur. Mənim üçün hətta xaricdən gələn dostlarım olub, gələndə kinoteatra gediblər və şəkil çəkib atıblar. Elə bilirlər biz işləyirik. Deyirəm, yox, bilmirəm kim işləyir, xəbərim yoxdur. Allah, nə bilim belə ara sözlərdən filan subtitrdə istifadə olunur. Subtitr özün bilirsən, lakanik fikri ifadə etməlidir. Düzgün fikri ifadə etməlidir. Yəni Mən deyim. nə məsələdir bu? Mən deyim, çox dəqiq bir fikrə gəlib çıxdıq. Deməli, Azərmedia şirkəti 2000 yəni artıq 6 il, 8 ildir ki, rəsmi olaraq bu fəaliyyəti həyata keçirir. Amma çox vaxt mənə də məsəl üçün dostlar zəng eləyir ki, falan filmdə falan səhv deyirəm ki, əzizim, o filmlərin heç də Azərbaycanda yayımlanan şəbəkənin adını çəkməyəcəm. O şəbəkədə yayımlanan filmlərin heç də 100%-ni biz eləmirik. Yerli distribusiyanın icazə aldığı filmlər ki var, o da sayı çox azdır. Biz onunla məşğuluq. Nəyə görə azdır? Nəyə görə öz? Mən gəlirəm. Bu da çətin deyil axı. Mən gəlirəm. Lisenziya lazım deyil ki buna. Mən gəlirəm indi. Baxın. Elə filmlər var ki, onlar distributor vasitəsilə gəlir bu distributora. Və artıq oradan hazır gələndə artıq özləri onu tərcümə eləyib alt yazı ilə verirlər. Mən dəfələrlə olub ki, müəyyən səhvləri özüm çəkmişəm, bizə aid olmayan səhvləri. Bizdə də ola bilər səhv olub, amma çəkmişəm və göstərmişəm ki, bu tərcümə deməli artificial intelligence, yəni süni intellektdir. Mən özüm elə deyirəm də, çünki AI sözü var. Süni intellekt bunu yaradır. Süni zəka. Bəli. Yaxud əvvəl Google tərcümə var idi. İndi ondan da istifadə edirlər. Bilirsiniz, Yəni bundan imtina eləyə bilmərəm. deyim. Mən öz kinoteatrımda verirəm. Axı bu nədir mənə? Bu nə Həmin bu, məhsuldur? Mənim baxın, tamaşaçıma hörmət qoymursan sən. film vardı, Ha, bax, bu franşiz, çox maraqlı məşhur sual. franşiz var. Mən gəlirəm. Çox ciddi məsələyə toxundu Rövşən. Franşiz var idi, Batman. Axırıncı demək onun bölümündə kifayət qədər güclü səhvlər var idi və götürüb Batman'i tərcümə eləmişdilər, Bat kişi. Bat kişi. Mən bunu screenshot eləyib və yəni bizə aid məsələ deyil. Özdəki nəzərə alaq ki, bu franşiz birbaşa gəlir. Deməli DC-dən yəni ki, onların sırf belə deyək də artıq illərlə formalaşmış bir yanaşmaları var beynəlxalq yayıma. Bəs bəlkə yumoristik yanaşıblar. Yox, humoristik deyil də, tərcümə etməli başlıdır. Humoristik olsa əvvəldən bilinərdi. Burada problem ondadır ki, Azərbaycana gələn bəzi filmlər hazır gəlir artıq. Hazır verildiyi üçün də artıq distributor onu sadəcə yayımlayır. Amma bu proses belə olmalıdır. Əgər film ölkədə yayımlanırsa, subtitrlə yayımlanırsa, bu qanuni uyğunluqlar nəzərə alınmalıdır. Bir də diqqət məsələsi, xüsusidir diqqət məsələsi. Bizdən çıxan bütün filmlərə şəxsən mən özüm baxıram axırda. Yəni bizdə də kifayət qədər peşəkar tərcüməçilər var, redaktor var. Emin müəllimin həyat yoldaşı və bizim baş redaktorumuz Aytən xanım, hansı ki illərdir işləyirik və Azərbaycan dublyajında çox peşəkar insanlardan biridir və bunu açıq deyək. Amma bu kollektiv işdir. Hamımız biz baxırıq. Yəni baxırıq və istər-istəməz məsəl üçün məsələn mən ssenaristəm. Məsəl üçün mən deyirəm ki, bəlkə burada biraz belə eləyək bunu, mən bunu belə dəyişim. İstər-istəməz daha yaradıcı danışıq yanaşma dili var da. Məsələn, danışıq dili var. Bilirsiniz, həm də burada məsuliyyət məsələsi üzə çıxır. Çünki hazır gələn filmlər var, hazır alt yazı ilə mən bildiyim qədərilə o hazır gələn filmlərdə bəli səhvlər var. Mən demirəm ki, biz səhvlərdən xali deyilik. Bizim də səhvlərimiz var, aydındır. Amma biz maksimal dərəcədə çalışırıq ki, maksimal dərəcədə bunu azaldaq. Amma subtitrın xüsusiyyəti bir söz nədir? Söz lakanik olmalıdır. Deyirik, tez-tez oxumaq məsələsi. Söz o qədər lakanik olmalıdır, cümlə o qədər lakanik olmalıdır ki, onun dediyi fikir həm ağzının açılmasından yumulmasına qədər olan dövrü əhatə eləsin. Bu bir. Göz çatdırıb oxuya bilsin. Göz çatdırmalıdır. Bu bir.
İkincisi, sən məsələn subtitr bitdi, onun ağzının açılıb yumulması, yəni söhbət etməsi özü bir böyük problemdir. Biz Azərbaycan filmlərinin əvvəl olunmuş altyazıları var ingilis dilində. Məsələn, mən baxıram dəhşətə gəlirəm. O filmlər çıxıb bir ekrana, filana, dünya ekranına, düzdür, festivallara gedib. Amma mən baxıram ki, orada bir 20 dənə söz deyir. Bu bir dənə cümlə yazır. Yox. Söhbət bir cümlədən getmir. Söhbət lakanik ifadələrdən gedir. Lakanik ifadələr olanda, məsələn, subtitrda sən cavab baxmalısan ki, məsələn, əgər burada hansısa əvəzlik artıqdırsa, tutaq ki, mən gəldim vəssalam. Sən onu verməlisən. Niyə görə? Çünki subtitr altyazı mütləq şəkildə səndən daha lakanik ifadə istəyir. Daha lakanik. Düzdür. Bu biraz çətindir bunu diktə eləmək. Bu dublajda tənzimləyicinin roludur da. O da lakanik sözlər seçməlidir ki, ağza dublaj da otursun. həmindir də, dublajda da həmin qaydadır. Yəni Kamran, buyur. üzr istəyirəm. Ümid eləyək ki, bax bu böyük bir layihə istər deməli alt yazılarda, istər dublajda peşəkarlar, mütəxəssislər daha aktiv olarlar ki, yəni bu işin icrası məhz birbaşa həmin o mütəxəssislərə Bu həvalə layihədən sonra olsun. çox yeni kadrlar çıxacaq ortaya. Zaman. Mən inanıram ki, Yəni, yeni kadrlar bütün çıxacaq peşəkarlar belə deyək də aktiv olmalıdırlar ki, bu sağdan soldan gələn dublaj həvəsi olan həvəskarlara yox, peşəkarlara həvalə olunsun. Yəni biz də həmin məqamda çox belə deyək Bəs aktiv mən onu olmalıyıq. deyirəm ki, baxın, bu subsidiya verildi, tutaq ki, hansısa şərtlərlə verildi, demək şirkətlərə, kinoteatr şəbəkələrinə. Burada da işlərin həyata keçirilməsi, yəni o podratçılar faktiki olaraq dövlət qarşısında olan podratçı şirkətdir, yəni kinoteatrdır. Amma kinoteatr qarşısında olan podratçı şirkətlərdir, productionlardır. Burada da təbii ki, tutalım aydın məsələdir ki, mən Emini tanıyıram, Rövşəni tanıyıram, bu başqa söhbətdir. Amma şirkət olaraq, bəli, burada baxılmalıdır imkanlara, studiyaların imkanlarına. Orada bilirsiniz necə Bunlar da hissə-hissə düzələcəkdir. Ona görə zaman bax belə deyim də, Rövşən, bax belə deyim. Camiyə böyük deyil. Düzdür? Tutaq ki, Emin bugün gəlib tutaq ki, ictimai televiziyada nəsə yaza bilər. Sabah gəlib Xəzərdə nəsə yaza bilər. Həyat gündəlik həyatdır da bu. Sonra gəlib Azərnimediada nəsə yaza bilər. Məsələn, tutaq ki, bu bizim camiyəmizin, yəni daha doğrusu tələbidir. Yəni hamımız müəyyən işləri gün ərzində görürük, müxtəlif. Və sizdə də bu niyyədən irəli gəlir? Çünki peşəkarlıq, kadr çatışmazlığı, peşəkarlıq, yəni peşəm bilir ki, Rövşən, Emil və sizin həmkarlar bunlar peşəkardır. Düzdür? Yəni bu da əsas rol oynayır. Deməli, eyni adamlar tutaq ki, burada da olacaq, burada da olacaq, burada da olacaq. Bu bir tərəfdən yaxşıdır peşəkarlıq baxımından. Amma burada problem təhsil problemi olmalıdır birinci növbədə. Mədəniyyət 40-da yazılıb, mədəniyyət konsepsiyası 40 dublaj prosesini yazır. Amma onun içində mən bayaq dediyim yol xəritəsinin içində sənin öz tədbirlərin olmalıdır. Gəlin baxaq. Mən açıq deyəcəm və kəskin deyəcəm. Dublajla bağlı Azərbaycanda hansı tədris prosesi həyata keçirilir? Bax mən sənə deyim, sən elə özün mənə demisən ki, belə bir yarım semestr deyəsən universitetdə var. Amma mən yadımdadır ki, deməli nazirlikdən məndən istəmişdilər bir plan olaraq belə bir planım var mı? Mən plan göndərmişdim. O planda hətta sonra yenə də müzakirələrimiz olmuşdu. Yadımdadır, mənə demişdim, bəli. Müzakirələrimiz olmuşdu. Bizdə ustad dərsləri, master klasslara cəlb olunmalıyıq. Çünki özün də yaxşı bilirsən, dərs keçmisən. Səs rejissoru fakültəsi yoxdur, amma ölkənin televiziyasından tutmuş kinosuna kimi, dublajına kimi səs rejissoru var. Bəs bunlar harda öyrəndilər? Bəli, bunlar özləri öyrəndilər. Bizim Sinema Radioda bu arada danışmışdıq. Bəli. Sevgisi, həvəsi olanlar öyrəndilər. Mən gəlmək istəyirəm çox vacib bir məsələyə. Təhsil məsələsinə. Təhsil əlbəttə vacibdir. Təhsil vacibdir. Söhbət təkcə bəli, dublajdan da getmir. Çox razıyam, yaxşı yadıma saldım ki, səs də vacibdir. Yəni səs rejissoru öyrənir. Yəni biz yazırıq, bu səsi işləmək lazımdır, ortaya çıxartmaq lazımdır. Yəni bunu pisdə çıxartmaq olar. Yaxşı da çıxartmaq olar. Bilirsən necə? Biz belə deyim də xarici ölkələrə həsəd apara bilərik, razıyam. Amma hansısa bir faizi öz ölkəmizdə də qurmaq imkanımız var. Dəqiq mən sizə bir şey deyəcəm.
yarım semestr bəli keçilir dublyaj sənəti İncəsənət İnstitutunda. Bunu tədris edən bizim çox yaxşı həmkarlarımız da var, indi də var, bilmirəm, amma olub da. Amma ümumilikdə bu sahə boşluqdur. Bəli. Dublyajla məşğul olan, mən açıq deyim də, yəni hamısına hörmətim var, amma elə insanlar dərs deməlidir ki, elə insanlar tədris eləməlidir ki, universitetdə, ali təhsil ocağında. Çünki incəsənət sahəsi çox həssas bir sahədir. O müəllimin o sahədə ən azı, çox az da olsa bir rolu olsun. Məncə adı Sabir olsun. müəllim deyir və kifayət qədər Sabir müəllim kim? Yox, Sabir Məmmədov Sabir Məmmədov kifayət dəstəmir qədər. axı. Mənə demişdi ki, dərs keçirəm, hətta tələbələrini istəyirdi studiyaya gətirsin filan. İndi onunla bağlı danışacağıq. Dublyajı keçir o. Dublyajı keçir, Mən- amma magistrları keçir. Ay sağ ol. Mən sizə başqa şey demək istəyirəm. Mənim şahid olduğum yaxın 2 il bundan əvvəl, ya il yarımdan əvvəl O mənim deyil. şahid olduğum, bəli, o deyil. deyil. Çünki Sabir müəllim olsa mən onu danışmaram heç vaxt. Sabir müəllimdən söhbət gedirsə, mən bunu heç vaxt danışmaram. Yəni mən yenə də deyirəm ki, bütün hallarda audiovizual mediada əgər sən müəllimlik statusunu qazanırsansa, mütləq şəkildə sənin özünün Praktikan olmalı. praktikan olmalıdır. Bu gün praktikası olmayan bir insanın tələbəyə praktikadan dərs keçməsi bu son dərəcə Absurd. absurddur. Bu mümkün olası bir şey deyil və bu prosesi mən şəxsən müşahidə eləmişəm. Mən özümü dağ başına qoymuram ki, Kamran Qasımov, adi mən də bir insanam. Amma mən bunu müqayisə edəndə görürəm ki, həqiqətən də deməli o müəllim ki, təcrübəsi var, o müəllimin auditoriya qarşısına çıxması qəbul ediləndir, mümkündür. Ən azı, heç olmasa o təcrübədən nəsə paylaşır. Söhbət onun yaradıcı keyfiyyətlərindən, kreativliyindən getmir. Mən həmişə dərs keçəndə mən çalışmışam ki, tələbələrlə nəzəri məsələlərlə yanaşı, həm də praktik məsələləri, təcrübə məsələləri bölüşüm. Ki mənim yəni ən azı özümün gördüklərim, şahid olduqlarım, özümün hardasa belə kiçik bir xidmət olaraq göstərdiyim işləri mən tələbələrə bir sərgi Kamran, olaraq göstərim. İndi sən tələbələrdən danışırsan. Yəni Buyur. bu ümumiyyətlə dublyajla məşğul olmayan, yəni aktyor olan adamlar var ki, yəni onların özləri də cəlb olunacaq gələcəkdə iş Bəs mən böyüyəndə niyə tədris deyirəm ki? Və əlbəttə ki, onlarla bir yerdə biz bu işlə daimi məşğul olsaq da, səs rejissorundan, tərcüməçisindən, rejissorundan, aktyoruna kimi hamısına əlbəttə ki, ustad dərsləri Baxın, lazımdır. Tərcüməçi bax necədir? Bu işdə tərcüməçidən başlayır hər şey və keçir artıq tərcümə özü artıq istehsalatdır. Hamısında Özü lazımdır. istehsalatdır. Bu proses mən düşünürəm ki, bunun bir konsepsiyası olmalıdır. İncəsənət İnstitutunda mütləq şəkildə, çünki bu ali təhsil səviyyəsində olmalıdır. Məsələn, dublyaj rejissoru ixtisası vacibdir və dublyaj rejissoru əslində həm tərcümə keçməlidir, həm filmin deməli səsləndirilməsini keçməlidir. Dublyaj sənəti filmdə gedir, demək həmin bu proqram üzrə adı gedir filmin səsləndirilməsi. Filmin səsləndirilməsi və filmin dublyaj edilməsi tamam fərqli şeylərdir. Və mən deyim ki, bu gün səsləndirmə təbii ki, o qədər çox deyil, çünki hər şey yerində yazılır, aydın məsələdir. Amma faktiki olaraq o fən elə dublyaj kimi keçilir. Burada incə mətləb nədən ibarətdir? Yəni bu bir kurs olaraq yarım semestrdən kifayət Əlbəttə etməməlidir. ozdur. Əlbəttə ozdur. Heç bunu biz studiyanın içində ola-ola, universitetdə demirəm, boş otaqda. Studiyanın içində ola-ola Amma- 6 ay öyrənə bilmirik. Amma ilk olaraq bu deməli layihənin icrası üçün sizin təklif elədiyiniz o Mən inanıram ki, deməli bunlar öz ustad əksini Mən bir şey dərsləri, deyim, amma bir şey də qeyri-rəsmi deyim. də olsa ustad dərsləri çox köməyə gələcək. İndi Rövşən, bax bir şey də deyim, mentallıq məsələsi ortaya çıxır. Tutalım ki, sabah dublyaj rejissoru açıldı məsələn. Amma insanlar məsələn kino rejissoru, televiziya rejissorunu qoyub bax orada gəlməyəcək. Deməli bu elə bir düşünülməlidir ki, həmin bu demək ixtisasın içində xüsusi kurs olmalıdır. Bəli. Xüsusi kurs Bunun üçün olaraq mən verilməlidir. ayrıca fakültə yox, bəli, kurslar Məsələn, olmalıdır. bəli, xüsusi kurs olmalıdır və o xüsusi kursun özünün sertifikatı olmalıdır. Sertifikatlaşmış ona deməlidir ki, məsələn sən demək gəlmisən. Bu əsas məsələdir. Yeri gəlmişkən, bəli, yeri gəlmiş. gəlmişkən Azərbaycan Dillər Universitetində hələ mənim anam mən həmişə danışır ki, o oranı bitirib deyir ki, bizdə deməli
demək sinxron tərcümə fakültəsi ayrı idi. Bu gün də var o. Yəni sinxron tərcümə adi tərcümədən fərqlənir. Əlbəttə. Sinxron tərcümə əslində həm yaradıcı insandır, həm o sürəti onun olmalıdır, onun söz bazası belə tez əlçatan olmalıdır və s. Burada bir çox şeylər var. Hər adam məsələn sinxron tərcüməyə getmir, açıq deyək. Hər adam buna razılaşmır. Baxmayaraq ki, peşəkar tərcüməçidir, kitablar tərcümə eləyir, filmlər tərcümə eləyir, amma deyirsən ki, sinxron deyir ki, yox, məsəl üçün mənlik deyil. Yaxud da mən edə bilərəm, amma mən keyfiyyətə tam təminat vermirəm. Məsələn, 10 cümlə deyirsə mən onun 5-ini tərcümə eləyəcəm. Toxunduq biz o mövzuya Toxunaq. və toxunduq çəkildi. Dillə bağlı dedin ki, dilə yeni sözlərin əlavə olunması, olanların dəyişdirilməsi bununla bağlı. Bununla bağlı hansı çətinlikləri yaşayırıq və vaxtında yadındadırsa biz o ləğv olunan qurumun adı nə idi qurumun? Dil komissiyası. Dil komissiyası ləğv olundu. Orada bir xeyli Dil müzakirə monitorinq mərkəzi. Dil monitorinq mərkəzi. Orada bir xeyli onların qaldırdığı problemlər var idi. Mən demirəm hamısı səhv idi, amma elə məqamlara toxunurdular ki, biz yaradıcı insan olaraq görürdük ki, fikir mübadiləsində onları yəni razılaşa bilmirdik. Onlar da bizlə razılaşmırdı. Yəni deyirdik ki, misal üçün kino dili anlayışını biz onlara izah eləyə bilmədik. Sən də bu barədə onlarla danışanda, Bəli. mən də danışanda onlar yenə də dediklərində qaldılar ki, yox belə ola bilməz. Üstəgəl dildə olan səndən əvvəl qonağımız Vüsal idi, şifrə sözünü dedi. Misal üçün bunu Yadımdadır, şifr hə. eləyiblər. Məsələn, kapris sözü bayaq istifadə elədin. Kapris sözü lüğətdə yoxdur. Mən bu yaxında onunla qarşılaşdım ki, tərcüməçimiz istifadə eləmişdi. Dedim bu söz yoxdur. Təəssüf ki, lüğətdə kapris sözü yoxdur. Yəni bu tərcümə vaxtında deyirsən özüm nəzarət eləyirəm. Hər dəfə belə bir dəyişikliklər olanda sən bu vəziyyətdə necə çıxırsan? Tərcüməçilərin necə çıxır və kino dili. Kino Mənim dilindən üçün başlayaq. Kino dili mənim sevimli sözümdür. Bu orfeopiya qaydalarına da biraz bəzi hallarda zidd gedir. Bəzi hallarda indi Kəmalə xanım var, Facebookda çox aktivdir. Ondan sonra bəzi xanımlar da var ki, çəkirlər. Misal üçün biz öz aramızda danışırıq. Deyək ki, stəkanıvı deyiriksə öz aramızda, onlar onu qəbahat sayırlar və deyirlər, yox, stəkanını olmalıdır. Gəl belə deyək də, Yadınızdadırsa. bunu izah eləyim. Misal üçün ailədir, film səhnəsi təsəvvür eləyək. Ailədir. Ata deyir ki, oğlum kitabı götürməyi unuttun. Misal üçün maşın ustasındayıq, deyir ki, maşınını çək də. Mən bunu necə deyim? Maşınını çək. Axı mən təbiiliyi itirirəm, mən o obrazın xarakterini itirirəm. Mən necə misal üçün bomjla ofis işçisini, şirkət rəhbərinin danışığını eyni təqdim eləyə bilərəm. Maşını mən bu bunu- sırf Bakı ləhcəsidir. Amma rayon cəmaatın bizim əyalətlərdə maşınını çək deyirlər. Onlar v demirlər axı. Əgər ki bu Də bir ailə, ədəbdir. Bakılı ailəsidirsə, Yox, maşınını deməsi əlbəttə ki, Bakılıdan məqsəd Rövşən, olmalıdır. bir şey deyim, baxın, mən bu suala isti-isti cavab vereyim. Sual deyil, daha doğrusu mən münasibətimi bildirirəm. Ondan sonra mən o suala cavab verəcəm. Demək, dublyajla alt yazı dilinin fərqi var. Nəyə Əlbəttə görə? fərqi var. Çünki dublyajda təbii ki, sən Bax, daha üzr çox istəyirəm danışıq Kamran, dilinə dublyajla dedin sən. Amma bizə deyirlər ki, yeni arif dublyajla qaydalarına deyil. görə dublyajla, dublyajla əslində de. dublyajla olmalıdır, bəli. Bax mən bu razıyam. kimi problemlər Amma var. dublyajla da səhv deyil. Yox, bu Yox, kimi problemlər səhv var. deyil. Yəni ki, bunu qəbahət sayırlar. Deyim necədir? Əvvəla mən indi bir fikir deydim ki, dublyaj dili, dublyaj və alt yazı arasında fərq odur ki, alt yazı bir qədər ədəbi dilə yaxındır. Təbii Bəli, ki, çünki bəli, yazıdır. bəli, yazıdır. Elə bil ki, siz elektron kitab Elədir. oxuyursunuz. Amma dublyaj artıq danışıq dili, ünsiyyət dili olmalıdır. Yəni ki, bu fikrinə razısınız. Razıyam, Ünsiyyət tam dili razıyam. olmalıdır. Məsələn, çox vaxt biz alt yazılarda ədadlardan istifadə eləmirik. Gəl də, gəl məsəl üçün. Amma dublyajda bu mümkündür çünki gücləndirici lazımdır. Bəli. Yaxud mışdır, mışdır bu bağlayıcı sözlər var da, yəni sonluqlar var. Məsələn, biz onu həmişə gəlib, gedib, açıb, bağlayıb və s. veririk. Konkret. Konkret. Burada artıq ədəbi dil qaydaları hər iki tərəfdə, həm dublyajda, həm demək subtitrdə demək eyniləşdirildi. İndi kino dili söhbətinə gələk. Bu çox maraqlı bir məqamdır. Məşhur fransız Marcel Martin var. Bu deməli 1959-cu ildə kitab yazdı. Kino dili. Kinonun dili.
və kinonun dilini aydınlaşdırdı. Kinonun dili o mənim çox sevimli kitabımdır. Həmişə tədris prosesində mən onu istifadə edirəm özüm üçün. Orada konkret yazılır. Kino dili hərəkətdir. Necə ki ingilislər Amerikada deyirlər ki, yəni mən bunu məcburam deyim, motion pictures, hərəkət edən təsvirlər. Kino dili hərəkət edən təsvirdir. Kino dili hətta təsvirdən savayı Maxten yazır ki, məsələn, tutalım sən əyləşmisən, qarşında mikrofon var, arkada gül var. Burada Hollywood demək olan o nədir? Xlapuşka bilmirəm bizim dilə necə gedir. O sözlə bağlı klaket deyək bəlkə. Vallahi doğrudan onun yoxdur qəribə sonra deyək, ona bir dənə yaxşı tapmışlar. Gün Aygün Aslanlı Aslan, şapıldat. Şapıldat, hə. İndi deyir də yəni. Nə? Şapıldat, hə. Mən hardasa Yox da o yox da, o çox gülməlidir. Siz danışmasaq da belə, mən o elementə baxıb deyə bilərəm ki, burada yəqin ki, söhbət kinodan gedir. Bizim səsimizi alsaq. Martin deyir ki, kinonun səsini, kino dili odur ki, filmin səsini alsan, yaxud səssiz filmdə sən işarələr vasitəsilə tamaşaçıya mühiti anlatmalısan, izah etməlisən. Bu kino dilidir. Birinci hərəkət edən təsvir, ikinci oradakı o rəmzlər, oradakı hər bir detal xidmət etməlidir sənin fikrinin çatdırılmasına. Bu kifayət qədər normal bir şeydir. Mən yadımdadır o bizim mübahisə 2 il bundan qabaq baş vermişdi. Hətta 2 il yarım. Mən orada dedim ki, kino dili anlayışı var. Siz onu niyə deyirsiniz ki, yoxdur? Var. Bunu da gətiribdi demək dünya kinosuna Marcel Maxten. Bu bunu gətirib. Başa düşürsüz? Və bunu başa düşmək üçün sadəcə mahiyyətə baxmaq lazımdır. Görürsən, burada başqa bir problem var əslində lüğət məsələsi. Azərbaycan dilinin lüğəti müxtəlif vaxtlarda təkmilləşib. Hələ də bu təkmilləşmə prosesi gedir. Və bir çox problemlər həm də lüğətdən irəli gəlir. Elə lüğətdə sözlər var ki, açıq deyək ki, biz o sözləri istifadə eləmirik. Mən yadımda düşsə mən deyəcəm. Amma lüğət burada vacib amildir. Əgər sən istəyirsən ki, məsələn, və o lüğətin sonuncu variantı. Sən üzr istəyirəm. Axı beyində daşlaşmış sözlər var da, yəni artıq tam razıyam. Amma bizim bugün Azərbaycan dilində formalaşmış, bəli, ərəb dilindən keçən sözlər çoxdur, Avropadan keçən sözlər çoxdur, bu təbii haldır. Kollega sözü var bizim dildə. Bütün dillərdə olduğu kimi. Həmkar. Amma kollega sözünü biz uşaqlıqdan, mən uşaq vaxtı televiziya tamaşalarında, o vaxtı belə deyək də, senzuranın güclü vaxtında kollega sözü olub. Bəli, o zəmanəyə uyğun idi. Çünki Sovet dövrü idi. Bəli, o Sovet dövrü olduğuna görə rövşən. Mən bir məsələni deyim. Bizdə bu yaxında Kinematografçılar İttifaqında, mən İttifaqın idarəetində də üzvüyəm. İttifaqda bir tədbir keçirildi, senaristlər meydanı, orada dil məsələsi qaldırıldı. Mən orada bir məsələ dedim. Mən demək biraz böyük çıxır, amma faktı deyirəm də. Dedim ki, məsələn, biz gəlin başqa şey nəzərə alaq. Bizim regionumuz Rus imperiyasının işğalında olub. 200 il. Hər dəfə vurğulayıram. Hər dəfə. Bəli, ondan əvvəl əsrlər öncə 7-ci əsrdə, 8-ci əsrdə ərəb istilası gəlib bura. Sonra Monqollar gəlib. Sonra təbii ki, sonra burada bizim yerli türk dövlətlərimiz yaranıb. Bizim regiona təsirlər çoxdur. Yuxarıdan, şimaldan Rusiya, cənubdan da təsirlər olubdu. Eyni zamanda Fars. bizim özümüz, bəli, bizə fars sözləri də çoxlu keçib, ərəb sözləri də keçibdi və ona görə bizim dilimizin inkişafında bax belə maneələr yaranıb. Bu təbii haldır. Bu tarixi proseslərdir. Əlbəttə. Və bəli, Bir çox dillərdə olduğu kimi. Sovet dövründə biz 78-ci ilə qədər bizim dilimiz Azərbaycan dili kimi rəsmi qəbul olunmurdu. Biz danışırdıq, deyirdik Azərbaycan dili. 78-ci ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan konstitusiyasını qəbul edəndə Sovet Sosialist Respublikası kimi böyük əziyyətlərdən sonra ora Azərbaycan dilini yazdırdı. Və 1995-ci ildə konstitusiyamız qəbul olunanda onlar yenə də Heydər Əliyev əsaslandı 78-ci il konstitusiyasına. Burada ən böyük problem odur ki, ictimai birliklər, xüsusilə yazıçılar birliyi, xüsusilə bax elə dil komissiyası, digər əlaqəli elmlər akademiyası bu məsələdə ana dilinin qorunub saxlanmasında öz töhfələrini verməlidir. Alimlər var. Mən alim deyiləm. Siz də alim deyilsiniz. Biz praktiki. Biz onların hazır yazdığı yol xəritəsi ilə yazdıqlarını biz tətbiq edirik. Düzdürmü? Dil harda tətbiq olunur? Rəsmi olaraq televiziyada, qəzetdə, kinoda, nə bilim, tədbirlərdə, sosial şəbəkələrdəki biabırçılıq da o vaxtda danışmaq olmaz. Yəni ki, orada
hər dil var, amma Azərbaycan dili adı ilə gedir. Yaxşı da Hətta var, pis də var Kamran. Hamısını Təəssüf ki, yaxşılar, təəssüf yox ki, deməyək. yaxşılar var, amma təəssüf ki, pislər də var. yaxşı ki, yaxşılar Təbii var. ki. Və bu mən sözümü nəyə gətirmək istəyirəm? Burada konkret olaraq bizim isnad edəcəyimiz lüğətlər olmalıdır. Və ona görə bax görürsüz ki, prezidentin axırıncı bu dillə bağlı ki, ona sual vermişdi Mişrain Ağayev. O məsələdən sonra böyük bir bum başladı ölkədə. Bəli. Yəni Elmlər Akademiyası keçirdi, İclas Yazıçılar Birliyi keçirdi. Yaxşı, mən sual vermək istəyirəm indi. Bax buradan sizin bizim efirdən olarsa. Buyur. Cənab prezident və ulu öndər həmişə dilə böyük diqqət göstəriblər də. Yəni buna görə gərək prezident deməli idi ki, siz hazırlaşasınız bu işləri görəsiniz. Axı bu sizin məsuliyyətinizdir. Düzdürmü? Bizim məsuliyyətimiz audiovizual kontentlə əhalini, insanları demək təmin etməkdir. Hansısa bir hissəsində sənin əməyin var, hansısa bir hissəsində sənin əməyin var, hansısa bir hissəsində mənim əməyim var, ya bu verilişi hazırlayan kadr arxası bizim dostlarımızın əməyi var. Amma axı bu sizin işinizdir. Axı bunu etmək lazımdır. Ana dilinin qorunmuş saxlanması vacib məsələdir. Bax bizim danışırıq bayaqdan. Axı ən böyük problemlər elə dildədir, dildən gəlməlidir. Sən inanırsan bəlkə bu dəqiqə araşdırsaq, danışığımızı monitorinq eləsək, Bəli. görərik ki, əslində bəlkə birisi lüğətdə qurum- olmayan bəlkə hansısa sözü istifadə eləmişik. O biri qurum təzədən dirilib gələr bura 100% nəsə iş ola görər. bilər, ola Başa bilər. düşürsən? Ona görə burada lüğət məsələsi. Yəni insan, yəni O da əl məsuliyyət çatan oradan. deyil. Onunla bağlı orada da danışırdıq. Əl çatan Təbii, deyil, əl çatan istədiyini deyil. rahat vaxtda tapa bilmirsən. Və ya bu söz bilirik ki, var. Azərbaycanda var və illərdir istifadə, amma yəni hardansa götürmə söz deyil, amma lüğətdə yoxdur. Bax, Və üstəlik Orfeybə qaydalarında bəzən Rövşən, ona dəyişikliklər görə- eləyirlər. bəli. Axı niyə nəsillər arasında bu körpünü qırırıq biz? Dəyişikliklər tez-tez Mən bir şey olur, deyim. təəssüf. Bunu eləmək Mənim- düzgün deyil bəli. axı. Mən Mənim- düşünürəm ki, düzgün Müəyyən deyil. yeni sözlər gətirmək olar, amma hər Deməyim dəfə ki, dəyişmək. düzgün deyil də biraz belə sən demişən yekə Bəli. çıxır, amma mən düşünürəm ki, bu nəsillər arasında körpüləri qırmaq lazım deyil. Biz indi yeni nəsillə nə deyirlər, Z nəslindən, sonra indiki o biri nəsil nədir? Alfa nəslindən Alfa, biz beta gəlir birazdan. ünsiyyəti, dublaj elədiyimiz filmlərdə o ünsiyyəti, o dili tapmağa çalışırıq, münasibət qurmağa çalışırıq. Amma elə bil ki, biz düzəltdiyimizə imkan vermirlər bax ki, bir şey deyim bu də. körpünü qurma, lazım deyil. Rövşən, bax bir şey deyim. Burada bir məsələ var. Çox üzr istəyirəm. Müqayisə olunanda Azərbaycan dilində söz birləşmələri İngilis və Rus dilində olan söz birləşmələrindən, elə sözlərdən azdır. Müqayisə edəndə nəyə görə azdır? Mən deyim. Bizim dilimizin özündə əvvəldən o dediyim o istilah prosesləri, yəni müəyyən qədər buranı assimilyasiya eləmək istəyiblər, amma alınmayıbdı. Təbii ki. Oradan gələn sözlər var ki, onlar qalıb. Daha doğrusu tarixin o süzgəcindən keçib. İngilis dilində, məsələn üçün, yaxud Slavyan dillərində, yaxud Anglosakslarda bir qədər fərqlidir. Görürsüz ki, məsəl üçün Rus dilində, məsələn biz o deyirik də, məsələn üzr dilində mən deməliyəm rusçada, məsələn Buyur. 10 ili ana. Orada insanın cinsi bəlli olur da Rus dilindəki, yaxud she or he. Başa düşdünüz? Bəli, Bizdə bəli. isə Qadın, o kişi deyirik. cinsi O isə o deyirik. Başa düşürsüz? Bir dənədir. Buradan aydın ola bilər ki, bizim dilimiz, yəni dilimizin zənginləşməsinə mane olan səbəblər çox olur. Mən dil mütəxəssisi deyiləm, bəlkə ola bilər bu verilişdən sonra məni tənqid eləsinlər. Amma həqiqətən də bu belədir. Nəsə varsa qoy yazsınlar İngilis biz dilində, bilək. İngilis dilində olan sözlər Azərbaycan dilində olan demək sözlərlə müqayisədə daha çoxdur. Yəni sən bir sözün mənasını daha geniş verə Unutmamış bilərsən. bir dənə sözü deyim. Buyur. Müəllimə sözü var idi bizdə. Bəli. Müəllim elədilər, düzdür? Hə? Bəli, Rəqqasə qalıb yerində. qalıb, Aktrisa qalıb yerində. qalıb. Nəyə görə? Məntiq. Bilirsən necə? Mən bir düsturu istəyirəm ki, ay əzizim, ay dil komissiyası, mənə bir də düsturu ver ki, bax keçən dəfə Emin regular sözünü istifadə eləyib verilişdə. Nizami. Regular sözünü deyirəm ki, lüğətdə yoxdur. Amma regulator sözü Regular, var. bəli. Bax, regulator sözü varsa, niyə regular sözü yoxdur? Mən bir şey deyim. Məntiqsizlik var da. Müəllimə sözü yoxdursa, niyə rəqqasə var? Mən bilirsən necə düşünürəm? Mən düşünürəm ki, müəllimə sözü yoxdur. Deməli rəqqasə sözü də ləğv olunub, rəqqas olmalıdır. Aktrisa sözü də ləğv olunub, aktyor olmalıdır. Bax, artist Rövşən, olmalıdır. bir şey də deyəcəm. Yenə də mən bir Yəni şey mən deyim. düstur istəyirəm ki, mənə bir düstur Bax, ver, dəri. əzizim. Mən bir öz dilimi
o düstura uyğunlaşdırıb və istifadə eləyə bilim. Hər dəfə axtarışda olmayım. Hansısa sözü istifadə edib qorxa-qorxa deməyim ki, görəsən lüğətdə var bu söz. Bax, o da- Görəsən dəyişiblər bu sözü. Çox mane olur. Çox mane- dublaj çox mane prosesində. olur, Dublaj bəli. prosesində bizə çox mane Mən məsəl olur. üçün bir şey deyim. Bayaq elə biz o yenə də dilin kəsatlığından danışırdıq. Bizim dilimiz kəsat deyil əslində. Çox Sadəcə zəngin olaraq- dildir. Zəngindir. Sadəcə Bəli. olaraq Daha biz da onun zəngin ola bilər, imkan yeni vermirlər. tapmalıyıq. Bəli. Məsələn, tutaq ki biz dəri deyirik. İngilislər insan dərisinə deyir skin. Skin. Amma lider məsəl üçün tutaq ki sən dəri görəkçə geymisənsə, sən ona skin deyə bilməzsən də. Bu çünki insan dərisinə məsəl üçün Aiddir. belə bir hətta lətifə var idi ki, deyir ki insan gödəkçə geyinib, deyir ki bəs skin gedib ora, o da bilmir, yəni bilmir də ingilis dilində elə bir ki adam öldürür, adam dərisindən şey geyinib, yəni kurtka geyinib, yəni gödəkçə geyinib, yəni gerçək kurtka sözü istifadə Bax, olunur. paltarla bağlı. Yəni, məsələn, o da tişört istifadə olunur, deyək, yeri kurtka, gəlmişkən. Lüğətdə Bilirsən gödəkçə necədir? deyil. İstifadə olunur. Biz amma. gödəkçə deyirik, amma dublyajda Təbii. kurtka işlətmirik. Amma işlədəndə işlədilir. Amma yeri gəlmişkən Azərbaycan bundan Bax, əvvəlki lüğətinə geyimlə bağlı Bəli. biz bir iş görmüşdük, serial eləmişdik. İnanırsan nə qədər çətinliklərlə üzləşirdik. Bir model yerlərlə bağlı. Əlbəttə o belə deyim də kişi geyimi olsun, qadın geyimi olsun, o qədər forması var ki, biz ona mən nə deyim, ancaq köynək deyə bilərəm. Dünyadan da özümüzü Mənə seçim imkanı Amma var. o Axı, istisna olmalıdır. Bilirəm, Rövşən. əlbəttə O axı olmalı. model Mən də yerlərdə deyirəm onların ki, öz dili var. bunu salın rahat istifadə eləyək də bu sözləri. Hər bir Ona görə sinonimləri hər bir sahənin nə öz qədər dili çox sinonim olsa, o qədər o sinonimlə Sinonimlər, sinonim çox nə qədər vacibdir. çox olsa, bilirsən necə? Misal üçün mən ola bilər ki, tişörtlüyüm, hə? Başqa adam desən buna köynək. Köynək. Və onun dünyaya baxışından, mənim dünyaya baxışım, mənim təbəqə desəm biraz kobud olacaq. Bir həyatda tutduğumuz mövqelərdir. Təbii. Tutduğumuz mövqələrin belə fərqi avtomatik özünü göstərəcək. Görürsən, mən düşünürəm ki, əslində bu belə də olmalıdır. Məsələn, Azərbaycan dilinin demək lüğət tərkibindən bağlı, Azərbaycan lüğəti hər bir dublyaj studiyasında, məsələn, mənim özümdə var, mənim iş otağımda var lüğət. Göyrəkdə kitabdır, amma o yeni çıxan kitabdır. Dəqiq yadımda deyil. Bir neçə il əvvəl onu mənə hədiyyə etmişdilər. Lüğəti mən biləndə məndə var 2021-indi mən biləndə. 21-ində, hə, 21 hə, hamıda hə, eynidir. Eyni eynidir. lüğətdən söhbət gedir. Məsələn, mən hərdən açıq deyək də, baxırıq məsələn rus dilində ya ingilis dilində hansısa sözün Azərbaycan dilində qarşılığı çətinliklə tapılanda mən müraciət edirəm, baxıram. Bu hamının əslində indi kimsə internet versiyada baxa bilər, web versiyada baxa Hə, bilər. mən PDF-də internet versiyada baxıram. Məndə amma var, məsəl üçün o hətta mən onun təqdimatında da yadıma gəlir olmuşdu. O kitab məndə var. Məsələn, mən baxıram ki, özümdə deyirəm ki, bu əslində olsun 2021 buraxılışı, 2023 fərqi yoxdur, amma o kül halında dublyajla məşğul olan, alt yazı ilə məşğul olan studiyalarda, subyektlərdə Bizdə olmalıdır. hamımızda var o. Bəli. Bizdə hamımızda var. Bu vacibdir. Nəyə görə vacibdir? Çünki sən onu yoxlamalısan mütləq şəkildə. Yoxlayıram. Bilirsiniz, Məni o yoxladığım qane eləmir. filmlərin- Məni yandıran odur. Rövşən, elə filmlər gəlir ki, özünüz də bilirsiniz. Dili çox çətin olur. Bəli. Dili çox çətin olur. Ola bilər ki, orta əsr dövrünə aid olsun, ola bilər ki, elə müasir dövrdə sadəcə olaraq dili çətindir və daha doğrusu həmin o Ventilator personajlar sözü var bizim dildə. ventilator yox. Lüğətimizdə var. Əslində yoxdur. Deyirəm var da. Ventilator Daxil ediblər ventilator ona görə. Görürsən? deyir. Amma sərinkeş də var eyni zamanda. Yəni- sənin keçdir əslində. Sərinkeş. Məsələn mən o rus sözü bilirdim. Yəni Helikopter, vertolyot sözü yığışdırıldı, helikopter oldu. Yox, ikisi də var. Yoxdur. Keçən dəfə yoxlamışıq, ikisi də var. Yoxladıq Olsun, Cəmran, mən tez-tez razıyam. dəyişirik. Amma Hətta mən sən daha çox helikopter kimi Yox, qəbul sənin edirəm. belə sürətin çatmır. Nəyə görə ikisinin izləməyə. olmağını mən razıyam? Deyim nəyə görə? Misal üçün dublyajda istifadə yerinə deyim də. Əgər biz rus filmi, rus serialı dublyaj eləsək, biz Təbii. orada Vertolyot vertolyot deməyimiz, sözünü bəli, qənaət rahatlıqla bəxşdir. istifadə edirik. Amma deyək Qərb, Avropa, Amerika filmləri istifadə edilir. Helikopter deyəndə o Helikopter filmə daha yaraşır. var, əlbəttə. Başa düşürsən? O fərqliliyi vermək üçün çox kömək olur. Deməli Kəmran, sənlə söhbətdən belə nəticə çıxartdım ki, təhsil vacibdir. 3 dənə nida. Üstəgəl sənin baxışın indiki gedən proseslərə optimistdir. Mən ümumiyyətlə optimist olmağa çalışıram. Hərdən məndə də pessimizm olur, şəxsi həyatımda da, ya ümumiyyətlə işimdə də. Amma mən əksər hallarda optimist olmağa çalışıram və mənim içimdə bunu insani cəhətdən deyəcəm. Mənim içimdə həmişə bir səs var. Nəsə olanda, ən çətin bir şey olanda deyirəm ki, yaxşı olacaq, narahat olma və Şekspirin də bir yaxşı fikri var. Şekspir deyir ki,
bəla gələndə onu qucaqlamağı bacar. O zaman hər şey yaxşı olar. Gəl Təxminən elə belə. bu kəlmə ilə də verilişimizi bitirək. Xahiş Çox edirəm. sağ ol gəldiyin üçün. Təşəkkürlər Kamran. Borcumuzdur. Çox sağ olun. Uğurlar. Minnətdaram. Hamınıza sağ olun. Sağ olun.